Главный символ Novruzа это Novruz bayramının əsas simvolu bu təbii ki səmənidir və doğru cavab C variantı səməni. В каком слове после C пишется I? Hansı sözdə C hərfindən sonra I hərfi yazılır? Variantlara baxırıq. A. Sestrica. Burada təkdə A yazılır. Cəmdə də I yazılacaq. B. Цыпленок. Bu istisna sözdür və C hərfindən sonra I hərfi yazılmalıdır burada da. C. Tsigan. Bu da istisna sözdür. Burada da C hərfindən sonra I yazılmalıdır. Sirk. Burada C hərfindən sonra I hərfi yazılmalıdır. Doğru variant D. Sirk. Укажите слово среднего рода. Orta cinsdə sözü göstərin. Sözlərə baxırıq. Poli. Poli sözü orta cinsdədir. Şəkilçi Y ilə bitdiyinə görə. Doğru variant A. Digər variantlara da baxaq. B. Ostrov kişi cinsindədir. C. Природа qadın cinsindədir. D. Семья qadın cinsindədir. Doğru variant A. Составьте предложение. Cümlə qurun. Sözlərə baxırıq. Цветут подснежники весны в начале. Ardıcıllıq belə daha uyğundur. Подснежники цветут в начале весны. Bu ardıcılığa uyğun variant D bəndindədir. Doğru variant D. Какое слово сочетается со словом мои? Мои sözü ilə hansı söz uyğun gəlir? Мои cəmdə olduğuna görə bizə cəmdə olan isim lazımdır. Variantlarda verilmiş markov, koşka, zerkala təkdədir. Parusa cəmdədir və мои sözünə parusa sözü uyğun gəlir. Мои parusa. Doğru variant B. В каком слове пишется мягкий знак? Hansı sözdə мягкий знак yazılır? Больной, мягкий знак, въехал, съезд, подъем sözlərində isə tвердый знак yazılır. Doğru variant A. Сколько слогов в слове необходимо? Необходимо sözündə neçə heca var? Gəlin hecalayaq sözü. Ne, ob, ho, di, mo. Bu sözdə 5 heca var. Doğru variant D. Какого числа отмечают праздник Novruz? Novruz bayramını ayın neçəsi qeyd edirlər? Novruz bayramını adətən martın 21-i qeyd edirlər və doğru variant A. 21 marta. Укажите верное окончание. Doğru sonluğu göstərin. Burada bizə sifət isim birləşməsi verilib və biz bilirik ki, sifətlər ismin cinsində, sayında və halında yazılmalıdır. Şəkərbura qadın cinsində, təkdə və adlı halda olduğuna görə sifətimiz də təkdə, qadın cinsində və adlı halda olmalıdır. Bu sadalanan meyarlara uyğun gələn variant A variantındakı sonluqdur. A-ya sonluğu, sladkaya, şəkərbura. Doğru variant A. Переведите слово праздник. Праздник sözünü tərcümə edin. Праздник Azərbaycan dilində bayram deməkdir və doğru variant B.